Nə eləyim ki, blok nəticəm yüksək olsun. Təxminən sənə 20-25 günlük bir proqram verirəm məhz bu videoda. Ged bunları elə kef elə. Əmin ol ki, nəticənin inşallah çox böyük təsiri olacaq. Birinci, uzatmıram. Bax, belə bir vəsait var. Bu, Dövlət İmtahan Mərkəzinin 20 sınaq. İçində bunun üstünlüyü sənin üçün nə olacaq? Açırsan, mövzudur. Başlayan kimi 2 dənə mövzu. Hər gün buradan 20 dənədir, hər gün birini, ikisini eləyəcəyiz. Hər gün buradan 2 dənə sınaq. İstədin bitirdin, səhvlərin nədən çıxdı? Filan mövzulardır. Həmin mövzulardan olan boşluqlarını gedib aradan qaldırırsan. Zərfdəmi, feili bağlamadamı, nə bilim, mürəkkəb cümlədə dərhal onlardan qaldırırsan. Əgər onları işləmirsənsə, paralel, biraz da çox vaxtın varsa təbii ki, burada hər mətndən qabaq 10 dənə dil qaydası sual var. Bunları da işləyirsən. Bax, bu çox vacibdir sizin üçün. Mütləq bunları edin və çıxan səhvlərinizin üzərində işləyin. Ən gözəl öyrətmə vasitəsi budur. Testin üzərində öyrənmədən gözəl bir öyrənmə üsulu yoxdur. Əgər sən üçün bunları da işləmirsən, sən üçün burada yəni uşaqca gəlir də bunlar sənə, o zaman bizim qrupa qoşula bilərsən, sürət qrupudur. Yəni 20 günlük, 25 günlük, 30 günlük bir proqramdır. Həmin qrupa qoşulursan, qoşulan kimi biz sizin üçün orada sınaqlar aktiv eləmişik. Onluq sınaqlardır. Hamısı qəşəng samballı testlərdir. Amma çətindir. Bunlardan çox çətindir. Bu kimə aiddir? Yəni blokda artıq 27-nin, 28-nin üzərində yazmaq istəyənlərə aiddir. Nə edirsən? Hər gün oradan bir dənə işləyirsən, işləyən kimi izahlı videosuna baxırsan, daha sonra nə edirsən? Harada səhvin var, hansı mövzuda səhvin varsa, açıb həmin mövzunun dərsiyatına baxırsan. Vaxtın var, ardıcıl başdan bütün mövzulara da baxa bilərsən, sınağı da işləyə bilərsən. Həftədə də 1 ya 2 gündə canlı eləyir, canlıda da qoşulub suallarını da verə bilərsən, həmçinin bizim eləyəcəyimiz sual cavabda da iştirak edə bilərsən. Qoşulmaq üçün 055 597 0151-ə mesaj yazmağınız kifayət eləyər. Bu qədər, sağ olun.